Salam əziz şagirdlər, 14 dekabr tarixində keçirilən 6-cı sinif monitorinq riyaziyyatının suallarının izahına baxaq. Deməli, uşaqlar, 26-cı sualda deyir ki, 12-də 5 kəsirini məxrəci 96 olan kəsir şəklində göstərin. Söhbət məxrəcdən gedirsə, məxrəci 96-ya gətiririk. Məxrəci 96-ya gətirmək üçün 12-ni 8-ə vuraram. Məxrəci nəyə vururamsa, uşaqlar, sürəti də o ədədə vurmalıyam da. Məsələn, yazıram 12 vur 8, bir də yazıram 5 vur 8 bərabərdir. 12-yi 8-ə vurduqda 96. Baxın, məxrəcim 96 oldu. 5-i də 8-ə vurduqda 40. 96 40, düzgün variantım C variantı. 27-ci sualda isə uşaqlar deyir ki, 2A üzərinə gəl B bərabərdir 68 olarsa, 17-də A üzərinə gəl 34-də B-nin cəmini tapın. Mən birinci bunu sadələşdirirəm. Sadələşdirmək üçün ikisinin də məxrəcini 34-ə gətirirəm. Ya da ki, ortaq məxrəc 34 edir. 34. 34-ü 17-yə böldükdə 2 dəfə düşər. 2-ni A-ya vururam, 2A. Üzərinə gəl. 34-ü 34-ə bölürəm. Bir dəfə, biri B-yə vururam. B bərabərdir. Məxrəcim olduğu kimi qalır. Mən görürəm ki, 2A üzərinə gəl B-nin qiyməti burada mənə 68 verib. 68 də gətirirəm, sürətdə yerinə yazıram. Bərabərdir. 68-i 34-ə bölürəm. 2 düşər. Düzgün cavabım E variantı olar. 86-cı sual uşaqlar deyir ki, kəsirinin 17-86 kəsirinin tam və kəsir hissələrinin cəmini tapın. Ümumiyyətlə, tam və kəsir hissənin cəmi bizə ədədin özünü verir. Kəsirin özünü verir. Burada isə isbat olaraq belə eləyək. Bunun deməli tamı 5 eləyir da. Hə, 86-nı 17-yə böləndə 5 düşür, qalıq isə 1 düşür. Yəni 5 üzərinə gəl 17-də 1 edir. O da bərabərdir 5 tam 17-də 1 qalır. Bu belə. Həmçinin elə 86-nı 17-də 86 düzgün olmayan kəsirdir. Qarşılıq kəsirə çevirəndə 5 tam 17-də 1 alınır. Kəsirin özü alınmalıdır, yəni D variantı. Növbəti 29-cu suala baxaq. Eyni vaxtda eyni istiqamətdə isə uşaqlar ikincinin sürətinə birincinin sürətini çıxırıq. 72-dən 62-sini çıxırıq 10. Onu isə düsturumuz necə idi? Yolun düsturu S bərabərdir. V vurulsun T. V-min qiyməti oldu 10, T-min qiyməti oldu 5. Bu da mənə verdi 50. B variantı. 30-cu sual. Məxrəci 34 olan ən böyük düzgün kəsir. Ümumiyyətlə, düzgün kəsir deyəndə başa düşürük məxrəc sürətdən həmişə böyük olmalıdır. Mənə də ən böyük deyirsə, bura 33 yazıram. 68-in tərsindən neçə dəfə böyükdür? 68-in tərsi uşaqlar 68-də 1 edir. Bunu da neçə dəfə böyük deyirsə, birincini böləcəm ikinciyə, yəni 68-də 1-ə. Hə, baxırıq ki, uşaqlar, iki kəsiri bir-birinə bölmək üçün həmişə, hər zaman birinci tərəf olduğu kimi qalacaq, yəni 34-də 33 olduğu kimi qalır. İkinci tərəfin vurma eləyirəm buranı. Vurma eləyirəm. Aha, vurma eləyirəm. İkinci tərəfin sürət və məxrəcin yerini dəyişirim. Yəni 1-də 68 yazıram, 1 isə yazılmaz. İxtisar eləsəm, 34-ü 34-ə bölsəm, 1 dəfə düşər, 68-i 34-ə bölsəm, 2 dəfə düşər, 2-ni 33-ə vuracam, 66 alarım. Növbəti 31-ci sual uşaqlar, aşağıdakılardan hansı həm 2-yə, həm də 9-a tam bölünür? Biz bilirik ki, biz oturub bunların hamısını tək-tək bölsək, vaxtımız gedər və vaxtımızdan səmərəli istifadə eləməliyik. Deməli, bunu nə edirik? Bölünmə əlamətlərini yadımıza salaq. 2-yə bölünmə əlaməti necə idi? Sonu cüt olan ədədlər 2-yə tam bölünür. Mən variantlara baxıram ki, A variantında sonu cüt deyil. Deyək, sonu cüt deyil. A variantı getdi. Sonra baxıram qalanların hamısı cütdür. Deməli, bu ədədlərin hamısı 2-yə bölünür. Amma mənə deyir ki, həm də 9-a bölünsün, tam bölünsün. 9-a bölünmə əlamətini də yadıma salıram. 9-a bölünmə əlaməti də bu idi ki, rəqəmləri cəmi, ədədin rəqəmlərinin cəmi 9-a tam bölünürsə, bu ədəd 9-a tam bölünür.
C variantına baxıram. 8-in üstünə 7 gəlirəm. 8-in üstünə 9 gəlirəm, 17. 17-nin üstünə 6 gəlirəm, 23. 23-ün üstünə 4 gəlirəm, 27. 27 9-a tam bölünür, bəli. Sonu da düzdür, 2-yə bölünür, bəli. Deməli, düzgün variantım C variantı olur. 32-ci sualda uşaqlar. Deməli 19-la 3-ə ortaq məxrəc 57 olur. Tamları toplasam eləyəcək 9 tam 57-də 57-ni 19-a bölsəm 3 düşər. 3-ü vururam 12-yə. Eləyir 36. Üzərinə gəl. Toplamaqdırsa toplama yazacağam. 3-ü deməli 57-ni 3-ə bölürəm 19. 19-u da 1-ə vururam 19 edir. İstəsəz bu cürdə həll edə bilərsiniz. İstəsəz düzgün olmayan kəsiri, qarşılıq kəsiri düzgün olmayan kəsiri çevirin, həll edin. Cavabları mənə qarşılıq verildiyinə görə mən də qarşılıq istifadə elədim. 57-də məxrəc olduğu kimi qalır. Sürətlərdə toplanır. Deməli 36-ın üstünə 19 gələndə 55 edir. Düzgün variantın E variantı. Növbəti 33-cü sualda deyir ki, M və N tək natural ədəd olarsa, uşaqlar, M ilə N tək naturaldırsa, təkdirsə, M-ə 3 deyirəm, N-ə də 5 deyirəm. Yaxşı, gəlin ifadə deyiniz. A variantda deyir, M-i N-ə vururam, cüt deyir, hə, ədədim olsun. Yaxşı, bu elədi 15, getdi, təkdir. 13-ü vururam, 5-ə, 65, təkdir. 3-ün üstünə 5 gəlirəm, 8 cütdür. Deməli, variantım C variantı olur. Yaxşı, bu belə. 128 ədədinin natural bölənlərinin sayını tapın. Natural bölənlər dedik ki, əslində qaydası natural bölənləri sadə vuruqlara ayırırdıq ədədi 64, 2, 32, 2, 16, 2, 8, 2, 4, 2, 2, 2, 1. Yaxşı, 1, 2, 3, 4, 5, 6, 7. Deməli, 2 üstü 7 yazıram. Biz də belə öyrənmişdik ki, natural bölənlərin sayını tapdıqda qüvvətlərin hər birinin üzərinə 1 gəlib, bir-birinə vururuq. Burada isə tək 2 üstü 7 olduğuna görə 7-nin üzərinə 1 gələcəm. O da mənə verəcək 8. Elə biz əslində bunu qüvvətlərdə də keçmişik ki, 128 2 üstü 7-dir. Mən natural bölən sayını soruşduğuna görə 7-nin üzərinə 1 gələcəm, 8 alacam. B variantı. Sonra deyir ki, 437 ədədini onluqlarını 8 vahid artırıb. Onluğu necədir? 3-dür. 8 vahid artırsam, bu ədədim olacaq 517. 5 təkliklərini isə 5 vahid azatsaq. Təkliyini 5 vahid azatsaq, 7-dən də 5-ini çıxacam. 512. B variantı. 48-dən böyük olmayan 48 ilə qarşılıqlı sadə ədədlərin sayını tapın. Bax, burada nə edirik? Deməli, 48-dən böyük olmayan deyilsə, 48-in kiçik ədədləri götürəcək də 1, 5, 1, 5, 7, 11, 7, 11, sonra 13, 13, 17, 19, 17, 19, sonra 23, 23, 29, 31, 35, 31, 35, sonra 37, 41, 43, 43, 47, 47, sonra 47. Yaxşı, burada da eləməlidir 16 dənə. Sonra 37-ci suala baxsaq, əkök verib bizə. Əkök 26 ilə 24 ilə 24 ilə 36-nın əköqü 24 ilə 36-nı əköqünü tapsam, sadə vuruqları alsam 2, 12, 2.
6, 2, 3, 3, 1. 2'ye ayırsam 18, 2'ye 9, 3, 3, 1, 3, 1. Bu 3'dür. Yaxşı. Əkobunu deyirsə, əkobun dedik ki, eyni olanlarımız əbobdur. Bir də bu. Aha. Uşaqlar, əkobu tapanda ümumiyyətlə baxın, böyük ədədi götürürsünüz, 36-nı. Sonra 36'nın içində bax 2, 2, 3, 3 var axı. Biz də deyirik ki, eyni olanları götürüb, bir də yerdə qalanları götürürük də, hə? Bu bizə əkob verir, bir onların hansıdır? Mən 36'nın özünü götürürəm. Bir də burada nə qalmışdı? 2. 36'nı da 2'yə vururam, 72. 72, yaxşı. Bura oldu 72. İndi əbobu tapaq. 42 ilə də 72-nin əbobu bizə verəcək, deməli, neçə olacaq? 6. Hə. 6 olacaq. 6. Yaxşı, 6 ilə də 72-ni toplasaq, 78. Sonra 38-ci suala baxaq. 38-ci sualda da, deməli, uşaqlar, birinci məxrəc kəsrmə eləyirəm. Kəsrmə məxrəcini sadələşdirirəm. 1-dən 2-də 1-in çıxanda 2-də 1 eləyir. 1 bölək 2-də 1 də mənə 2 verir. 1. Bərabərdir. Bu mənə tərsinə yazsam 2 verir. Aha. Bax, bu hissəm 2 oldu. Bu hissəm 2 oldu. 2-ni 2-yə vururam. Mənfi 2-yə vururam. Mənfi 4. Mənfi 4-ün üstünə 1-in gəlirəm. Mənfi 3 B variantı. Növbəti tənliyi həll edirik. Vurub ataq tənliyi. Vurub atsaq deməli 3'ü vuracağım x'e 3 ikiz. Sıx 6. Sıx 2 ikiz. Üstə gəl 8. Uşaqlar, bərabərliyin sol tərəfindəki, sağ tərəfindəki ədədi sol tərəfə keçirdəcəm. Yəni, x-i keçirdəcəm. Mənfi x olacaq, müsbət 2. Bərabərdə 12-də olduğu kimi qalacaq. Yaxşı, 3 ikiz, mənfi 2 ikiz, x. 3 x-dən 2 x-in çıxsaq, x qalar, 1 x-də, yəni x qalar. X-in də üzərinə x yazsaq, 2x. Bura mənfi 6'dır, bu da 8'dir. Mənfi 6'nın üzərinə 8 gələndə deyirik ki, müxtəlif işarəli ədədləri toplayıb çıxarkən böyük işarəsinə baxmırıq. Böyük ədəddən kiçik ədədi çıxırıq, böyük ədədin işarəsini yazırıq. 8-dən 6'sını çıxırıq 2, 8-in də işarəsi müsbətdirsə, müsbət 2 yazırım. O da bərabərdir 12, 2x də bərabərdir 12-dən 2'sini çıxıram 10, x də bərabərdir 5'ə A variantı. Azalan sıra deyir, ədədləri azalan sıra ilə düzün deyilsə, azalan deyilsə böyükdən kiçiyə. Böyükdən kiçiyə deyilsə uşaqlar, ən böyük ədəd, mən burada baxıram ki, bax, bir də deyirik ki, mənfi ədədlərdə böyük ədədlər kiçik, kiçik ədədlər böyük olur. Bax, burada müsbətə baxıram, ən böyüyüm 8-dir, 3-dür, sonra, indi keçirik mənfilərdə elə bir kiçik ədədlər böyük ədəd sayılır da. Mənfi 7, mənfi 12, mənfi 45, mənfi 54 D variantı. Telefon 25% xeyirlə 200 manata satılır. Uşaqlar, xeyir deyirsə, deməli toplayırıq. Ziyan deyirsə çıxırıq. Tam faizimiz 100%. 100-ün üzərinə 25 gəlirik, 125. Tənasüb keçmişi yaxı. 125%-ə 200 manatdırsa, tam faizimiz də 100. 100 isə x-i. X də bərabərdir. Tənasübdən istifadə etsəm, kənar ədədlərin hansıdır, orta ədədlərin hansına bərabərdir. X-i məxrəcdə yazacağım 125, sürətdə yazacağım 200 vuraq 2. Bərabərdir. 125-i 25'ə böləcəm. 125-i 25'ə böləcəm 5 dəfə. 100'ü 25'ə böləcəm 4 dəfə. 5'i 5'ə böləcəm 1 dəfə, 200'ü 5'ə böləcəm 40 dəfə. 40 ilə də 4'ü vuracam 160. Alış qiymətini soruşur 160. Rəqəmləri cəmi 24 olan ən böyük 3 rəqəmlərdədir. Rəqəmləri cəmi ən böyük. Rəqəmlər ümumiyyətlə ən böyük olan ədədimiz 3 rəqəmli ədədimiz 999-dur. Rəqəmləri cəmi 24, amma bunu cəmi 24, 27-dir də, hə? Mənə də deyir 24 olsun. Onda bu olacaq 9, 9, 6, 996. Cəmi 24 eləsin. Bunu da 9'u 9'a vursaq, bir də 6'ya vursaq, 81 də 6'ya vursaq, 486 B variantı. Uşaqlar, ümumiyyətlə parçanın
düsturu necədir? Parça bizə bir şəkil verib. Soruşur neçə parça var. Və parçanı biz belə tapırıq. AB, AC, AD, AE, AF. Bəlkə mənə 100 dənə hərf veribdir. 100 dənəsini verib. Mən onu necə tapacağım tək? Bax. Bunu nə edir? Bunun düsturu n vuraq. N minus 1 bölünsün 2. Kəsir xətti ilə. Bərabərdir. N-imin qiyməti neçədir? 1, 2, 3, 4, 5, 6, 7, 8. 8-i vuracağım. 8 sıx 1 böl 2. Bərabərdir. 8 vur 7 böl 2. 56-nı da 2-yə böləndə 28 D variantı. 44-cü suala baxıram. 44-cü sualda 5 böl düzgün olmayan kəsiri çevirirəm. 4-də 5 edilir. Üzərinə gəl 19 böl 8-də 8-i 2 vuram 16. Üzərinə 3 gəlirəm 19. Bərabərdir. Biz deyirik ki, uşaqlar kəsirlərin bölünməsində birinci tərəf olduğu kimi qalır. Sonra vurmaya deyirik. İkinci tərəfin tərsini yazırıq. Sürətlə məxrəcin yerini dəyişirəm. Üzərinə gəl 19 vur. Yəni 19 ilə 8-in yerini dəyişəcəm. Vurma edib dəyişirəm. 19-dan 19 getdi. 5-dən 5 getdi. Yerdə qaldı 4, 8. 4-dən də 8-in cəmi mənə 12 verir. A variantı. Yaxşı. Burada da deyir ki, deməli. A üzərinə gəl B, A üzərinə A çıx B. Nisbətini soruşur. Baxın. Deməli, nə edirik? Gəlin birinci ayrılıqda A-nın üzərinə B gələk. A-nın üzərinə B gəlmək, yəni mən bunu birbaşa yazacağım. 9-u vururam 1-ə 10, 9-u vururam 1-ə 9, üzərinə 4 gəlirəm 13. Ona vur olacaq 9-da 13. Üzərinə gəl 3-də 1. O da bərabərdir. Bunlar ortaq məxrəc 9 olar. 9-u 9-a bölürəm 1, 1-i 13-ə vururam 13. Üzərinə gəl. 9-u 3-ə bölürəm 3, 3-ü 1-ə vururam 3. Yaxşı, bura oldu 9-da 16. Yəni toplamam oldu 9-da 16. Yəni sürət oldu 9-da 16. Çıxsam əgər 9-da 13-dən çıxsam 3-də 1-ini yenə ortaq məxrəc bunlar olacaq 9. Yenə 9-u 9-a bölürəm 1, 13-ə vururam 13. Çıx, 9-u 3-ə bölürəm 3, 3-ü 1-ə vururam 3. Yaxşı uşaqlar, buranı da aldım 9-da 10. İndi biz deyirik ki, bax, sürətlə məxrəc, sürətdə verilən ədədi məxrəcə bölərik da. Onu da mən yazacağım ki, sürətim neçədir? 9-da 16 böl 9-da 10. O da mənə verəcək 9-da 16 vur. Sürətlə məxrəcin yerini dəyişirəm. O da bərabər. 9-ları ixtisar gedər. 10-u 2-yə böləndə 5 dəfə. 16-nı 2-yə böləndə 8. Cavabım eləyəcək 8 böl 5. Yəni 5-də 8. D variantı. 5. 46-cı sual. Uşaqlar, 46-cı sualda deməli. Deyir 2-də 1, 10-da 8. Mən bax, bunun asan qaydası 2-də 1 deyil. Bir də 10-da 8-dir. Baxın. Bunu sayda olaraq izahını belə verirəm. Biri vururuq 10-a. Etdi 10. 2-ni vururuq 8-ə. Elədi 16. 16 böyükdür 10. 16. Deməli, işarəmin belə olacaq. Yaxşı, A oldu belə. Sonra B-yə baxırıq. Yenə çarpaz vururuq, amma həmişə yadınızda saxlayın. Birincinin sürətini, ikincinin məxrəcini vururuq. Birinci, yəni bunu edirik. 9-u 19-a vuranda 171. 171. Deyiləm. 171. 11-i də 5-ə vuranda 55. 55. Baxın, böyük işarəm bu cür oldu. Böyükdür. Kiçikdir. Sonra mən bura baxıram ki, deməli 2 tam %34, bir də deyir 2 tam 50-də 17. Gəlin bunu məxrəcin 2-yə vurum, sürətini də 2-yə vurum. Bunu alacağım 2 tam %34. O da mənə verəcək 2 tam %34. Yəni bu buna bərabərdir. B variantı, düzgün variant. 46, 47.
İşin 75% qurtardıqdan sonra hansı hissəsi görülməmiş? Bax, hissə deyir, ha, faiz demir. E, tam faizimiz 100'dür. 100'dən çıxırıq 75'ini, alırıq 25. Uşaqlar, bəs 25% 100'ün nə qədəridir? 100'də 25 yazıram da. Bu da ixtisar edər 1, 4. 4'də 1 hissəsidir. 4'də 1 C variantı. Ən kiçik ədədi göstərin deyirsə, baxın, bunların hamısını məxrəcini bərabərləşdirək. Deyək ki, bir dəqiqə, bu eləyəcək 100'də 7, biri eləyəcək 1000'də 7, biri eləyəcək 10'da 7, 10.000'də, 100.000'də. Baxın uşaqlar. Burada deməli nəyə baxırıq? Biz deyirik ki, bax, bunların hamısının sürəti bərabərdir. Hamısı 7'dir. Sürəti bərabər olan kəsirlərin məxrəci kiçik olan böyükdür, böyük olan kiçikdir. Baxın, ən çox baxın nə qədərdir burada? 100.000'dir də, hə, 100.000'də 7'dir. Deməli, ən kiçik məxrəci böyük olan kiçik olur, kiçik olan böyük olur. E variantı. 90'ın 30%. 90 tez 30%'ni tapıram. 90'ı vururam 100'də 30'a. Baxın. Bax, bunun bu sıfırı ilə bu sıfırı gedər. Yəni, 10'a ixtisar eləyirəm. Bunun sıfırı ilə bunun sıfırı gedər. İkisini də 10'a ixtisar elədim. Yerdə qaldı 9, 3, 27. Baxın, bu sıfırı necə ixtisar elədim? Mən yəni 10'a ixtisar elədim də özümdən atmadım. Yəni, fikirləşərsiniz ki, bunlar hə getdi. Belə bir şey qayda var. Yəni, necə? Mən bunu 10'a ixtisar elədim. 30'u da 10'a ixtisar elədim, qaldı 3. 100'ü də 10'a ixtisar elədim, qaldı 10. Sonra bu 10'la da 9, 90'a ixtisar elədim, qaldı 9. 9'la 3'ü vurdum 27. Tamam, buranı aldım 27. Sonra keçirəm təpə. Əgər birinci faiz versə, sonra nə ədəd verirsə, bölərəm. 24'ü bayaq vurmuşdum, axı bu dəfə bölürəm. Bölmə olanda da deyirik ki, tərsini yazırıq. 24'ü vururam 60'da 100'ə. O da bərabərdir. Uşaqlar, 6'ın sıfırı ilə 100'ün sıfırı gedir. Yəni, 10'a ixtisar edirəm. 60'ı 10'a ixtisar edirəm 6. 100'ü 10'a ixtisar edirəm 10. 6'nı 6'ya bölürəm 1. 24'ü 6'ya bölürəm 4. 4 ilə də 10'u vururam 40. Mənə də deyir ki, bu ədədlərin cəmini tapın. 27 ilə 40'ın cəmini tapacağım. 67 A variantı. Aşağıdakılardan hansı doğru deyil? Uşaqlar, əbobu deyir 12 ilə 13'ün əbobu 1'dir. Bəli, biz demişik ki, ardıcıl gələn ədədlərin əbobu 1'ə bərabərdir. Əçob onların hansına bərabərdir? Düzdür. Əçob 12, 36, əçobu 36'dır. Bəli. Amma əbob 5 ilə 20'nin əbobu 4 deyil, 5'dir. Uşaqlar, baxın. Həmişə əboba baxırıq. Əgər böyük ədəd neçədir? 20 deyil. Böyük ədəd kiçik ədədə bölünürsə, əbobu kiçik ədəddir, yəni 5. Əçobu isə böyük ədəddir, yəni 20. Düz variantımız budur. Yaxşı. Belə.